Maraqlıdırsa bəyənib abunə ol. Namib səhrası dünyanın ən geniş səhralarından biridir. Günəş yüksəldikcə hər kəs həddindən artıq isti havadan qorunmağa çalışır. Ancaq bir canlı istisnadır. Bu Hotrod qarışqasıdır. Digərləri sığınacaq axtararkən onların günü daha yeni başlayır. Beləliklə yuva təmizlənir. Qumun istiliyi 70 dərəcəyə qədər yüksələ bilər. Qarışqaların uzun ayaqları bədənlərini qumdan bir balaca yuxarıda saxlayır. Bu yüksəklikdə hava 10 dərəcə daha sərin olur. Ancaq yenə də, əgər bir yerdə dayansalar, qızara bilərlər. Onlar hərəkət etməli ya da öz ovlarının vəziyyətinə düşməlidirlər. Çox möhkəm qızarıb, ancaq sərinləmək üçün yaxşı yerdir. Qida axtarmaqla bağlı qərarlar sürətli alınmalıdır. Yuvaya qayıdarkən qarışqalar özləri də ölə bilərlər. Belə ki, onlar minalanmış sahəyə daxil olublar. Bu qəribə konus formalı çuxurların hər biri ölüm tələsidir. Çünki mərkəzlərində qarışqa aslanı adlı qəddar bir yırtıcı var. Zəhərli tutqacları olan kiçik pusqu yırtıcısı yerində sabit dayanaraq ovu sürüşdürməklə özünə tərəf gətirir və əsla ovun arxasıca qaçmır. Güclü tutqacları ilə ovunu tutduqdan sonra başını hərəkət etdirməklə onu zərərsizləşdirməyə çalışır. Əlindən qaçmaq olar, ancaq qarışqa aslanının başqa planı var. Qumları havaya ataraq uçqun yaradır. Bu, ölüm konusunda səth o qədər aşağı meyillidir ki, qum Hotrodun ayaqları altında sürüşür və dırmaşmasına mane olur. Göydən daşlar yağarkən qaçış hardasa mümkünsüz görsənir. Ancaq bu səfər Hotrod qarışqasının bəxti gətirir. İndi isə o dərindən "Oh" deyə nəfəs alıb yoluna davam edə bilər.